Hayda yarım qalır. Oradan bir çay ver, səni verəm Allaha şükür. Sən öyrənlərini gör, belə çay olar. Yoxdur da. Bu şey hanı konfeti? Yoxdur da. Konfet ya. Şəmkə qəndi, kəllə qəndi. Yanlış olsun. Saydan verəcəm bunu. Bu Olsun nə? işte. Deyirəm, nə olur, sən başa düşmürəm. Hər gün belə. Ne olub be? Elə qanın qaradı, nə olubdu? Nə dərdin var, danış görək, nə olub? Başa düşürsən ki. Mən başa düşmədiyim şey var, danış görüm. Sən dərdimə çare tapacaqsan. Qara qızın görə dərdi nədir, hə? Rəfiqələrim Türkiyəyə gedir, dincəlməyə gedirlər. Hə, mən də istəyirəm. Onu deyir, onu bəyəri başdan deyir. İllərən bura nə demək var? Elə tanışımız var da, dərdini deyirəm, mən də deyirəm, 2 gündür bu qız niyə belədir? Mən ölmüşəm ki. Tanışımız var. Avtozirviyə maşını... O neçədə 4000, 5000, 6000 pul lazımdır. Bir qulaq as da, axıra qədər. Maşını avtozirviyə qoyursan, sən qadınam. Elə olanda, bax, burada səslərlə boynum belə döndərib səslərlə. Əgər maşınına fərqi yoxdur, rayon qeydiyyatı olur, şəhər qeydiyyatı olur, maşını qoysan avtozirviyə, sonra gəlibsən maşını özünə qalır da, sən verən Allaha qurban. Nömrə də özündə qalır. Pul lazımdır, pul. Qulaq as da, şeydə göydən gilas tökülmür, səvət tökülmür. Gör nə deyirəm. Maşın da sana qalır, nömrə də sana qalır. Neçə saat ayı, ola da 3 günə, 5 günə buraya rəsmləşdirirlər. 5 dəqiqə söhbət bağlanır. Qardaş oradan bir dənə peçat. Yarım saata. Səndədir, yarım saat yox, 5 dəqiqə, 10 dəqiqə fərqi yoxdur. İstər rayon qeydiyyatı olsun, istər şəhər qeydiyyatı olsun. Yalan demirsən. Yalan demirsən. Yalan niyə deyirəm ki, qızlar maşını aparıb, eşitdiniz, maşını aparıb qoyursunuz avtozirvəyə. Yarım saatin içində maşın sənədləşir, maşın özünüzdə qalır, nömrə özünüzdə qalır. Düzdür deyil? Sən çox danışdın. Sən çox danışdın. İstədiyin pulu da götürürük, gedirik Türkiyəyə.